Siyasətin izahlı lüğəti efirdədir. Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT qətnamələrinə söykənirdi. Legitimlik nədir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Legitimlik dövlət hakimiyyətinin və ya siyasi quruluşun qanuniliyi ictimai tərəfindən qəbul edilməsi və dəstəklənməsi anlamına gəlir. Bu anlayış siyasi nəzəriyyədə və praktiki siyasətdə mühüm yer tutur. Hakimiyyətin legitim olması, onun qanunlara əsaslanması ilə yanaşı, əhalinin bu hakimiyyəti qəbul etməsi və ona tabe olmağa hazır olması ilə müəyyən edilir. Legitimlik olmadan hakimiyyət yalnız məcburiyyət və zorakılıq vasitəsilə mövcud ola bilər ki, bu da onun uzunmüddətli dayanıqlığını təmin etmir. Legitimlik 3 əsas növə bölünür. Ənənəvi, xarizmatik və hüquqi rasional. Ənənəvi legitimlik adətən tarixən formalaşmış monarxiyalarda görünür və burada hakimiyyətin qəbul edilməsi onun köklərinin keçmişə dayanması ilə əlaqədardır. Xarizmatik legitimlik liderin şəxsi keyfiyyətlərinə əsaslanır. Məsələn, vaxtilə Mustafa Kemal Atatürk və ya Heydər Əliyevin liderliyində biz bu nümunələri görə bilərik. Hüquqi rasional legitimlik isə müasir demokratik dövlətlərdə qanunlar və konstitusiyaya əsaslanan hakimiyyəti ifadə edir.